Tetricqaro Regional Səhiyyə Mərkəzində Gürcüstan Parlamenti və Tetricqaro Bələdiyyəsinin dəstəyi Gürcü Arzusu Sağlam Gələcək Təşkilatının təşkilatçılığı ilə ödənişsiz tibbi aksiya keçirilib. Aksiya çərçivəsində təxminən 400 vətəndaş ölkənin aparıcı klinikalarının mütəxəssisləri tərəfindən müxtəlif tibbi istiqamətlər üzrə ödənişsiz həkim məsləhəti alıb və diaqnostik müayinələrdən keçib. 25 nəfər müxtəlif sahə həkimləri gəliblər. Onlar ölkəmizin aparıcı klinikalarının həkimləridirlər. Diaqnostik laboratoriya müayinələri aparılır. Tələbat çoxdur. Aksiya sakinləri xahişi ilə keçirilir. Gürcü Arzusu Sağlam Gələcək Təşkilatı Gürcüstan Parlamenti və Tetricqaro Bələdiyyəsinin dəstəyi ilə bu aksiya baş tutdu. Burada insanlar müxtəlif narahatçılıqlarına görə müayinələrdən keçirlər. Peşəkar həkimlər gəliblər. Bizə çox gözəl, xoş münasibət bəsləyirlər. Mən şəxsən paytaxta gedə bilmirəm. Burada çox gözəl müayinələrdən keçdim. Marneolinin Mədəniyyət Mərkəzi yerli gənc rəssam Layda Macavaryaninin ilk fərdi sərgisinə ev sahibliyi edib. Sərgi Mədəniyyət Evinin proqramı çərçivəsində təşkil olunub. Məqsədi yerli rəssamların yaradıcılığının təbliğidir. Ekspozisiyada müəllifin müxtəlif əsərləri nümayiş edilib. Sərgini ziyarət edən bütün maraqlı şəxslər təqdim olunan əsərlərlə yaxından tanış olma imkanı əldə ediblər. Rəsm çəkməyə lap uşaqkən başlamışam. Yadımdadır, ilk öncə ayaqqabılar çəkirdim. Sərgimi Aniyə həsr edirəm. O mənim uşaqlıq dostumdur, həm də ruh yoldaşımdır. Onu belə adlandırıram. Mədəniyyət Mərkəzinə təşəkkür edirəm. Mənə dəstək oldular. Bu gün Mədəniyyət Mərkəzinin dəyərli layihələrindən birinin nəzdində baş tutdu. Bununla mərkəz yerli yaradıcılara dəstək olur, onları tanıdır. Poti Yeni Dəniz Limanının inkişafı layihəsi ikinci mərhələyə keçib. Layihə çərçivəsində yeni liman infrastrukturunun tikintisinə başlanılacaq. Buraya 250 metrlik körpünün inşası, giriş su hövzəsinin dərələşdirilməsi, müasir yük qaldırma avadanlıqlarının və konveyer sisteminin quraşdırılması daxildir. İkinci mərhələnin investisiya dəyəri təxminən 40 milyon Birləşmiş Ştatlar dollarını təşkil edir. Layihəyə əsasən yerli infrastruktur istifadəyə verildikdən sonra körpünün illik yük ötürmə qabiliyyəti 1 milyon tona çatacaq. Bununla yanaşı əlavə olaraq 50 yeni iş yerinin yaradılması da nəzərdə tutulur. Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları Interpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıblar. Qurumun məlumatına görə Türkiyə hüquq mühafizə orqanlarının müraciəti əsasında axtarışa verilmiş şəxs aparılan istintaq tədbirləri nəticəsində Ozurgeti Bələdiyyəsinin Ureki qəsəbəsində tutulub. Hazırda onun barəsində qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir. Gürcüstan basketbol üzrə milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya millisi ilə gərgin və yüksək səviyyəli oyun keçirib. Qarşılaşma hər iki komanda üçün qrupdakı mövqeyini möhkəmləndirmək baxımından böyük əhəmiyyət daşıyırdı. Oyun bərabər mübarizə şəraitində keçib. Maçın gedişində İspaniya millisi zaman-zaman cüzi üstünlük qazansa da Gürcüstan yığması həlledici hissədə oyunun gedişini öz xeyrinə dəyişməyi bacarıb və üstünlüyünü sonadək qoruyub. Görüş Gürcüstan millisinin qələbəsi ilə 91-89 hesabı ilə başa çatıb.